Axşamınız xeyirli olsun dəyərli televiziya tamaşaçıları. Xoş gördük sizləri. Doğma kanalın doğma tamaşaçıları, axşamınız xeyirli olsun. Hər həftə olduğu kimi bu həftədə bir-birindən maraqlı qonaqlarımızla, canlı ifalarımızla və qeyri-adi peşə sahiblərini dəvət etmişik. Odur ki, gözünüz və qulağınız bizdə olsun ki, qonaqlarımızın kim olduğundan agah olasınız. Sona xanım az öncə qeyd elədi, təbii ki, bugün verilişimiz möhtəşəm olacaq. Bugün daha doğrusu sözün əsl mənasında qırğın olacaq bugün bu verilişdə. Çünki artıq burada gözəl bir ansambl var. Mənim dəyərli dostlarım burada da artıq mənimlə bir yerdədir. Burada sevimli ansambl əyləşib. Çox hörmətli ansamblın bədi rəhbəri Rəhman Cəbraylı əyləşib. Rəhman, xoş gəlmisən. Əjdaha Ramini mən salamlayıram. Nağarada Cavad qardaşım, Aydın, xoş gördük. Və gitarada Məhəmməd qardaşım, sizləri xoş gördük. Və dəyərli tamaşaçılarımız artıq siz SS Show verilişində bax bu gözəl ansamblı görəcəksiniz. Eşq olsun mənim dəyərli dostlarıma. Bəli, deyirəm ki, Salih, tamaşaçıları çox intizarda saxlamaq istəmirəm. Çünki onlar həqiqətən də maraqla gözləyirlər. Görəsən bizim qonaqlarımız kim olacaq? Gəl sponsorlarımızı xatırladaq, daha sonra isə qonaqlarımızı dəvət edək. Təbii ki, bir daha sponsorlarımızın hər birinə təşəkkür edirik və ilk öncə mən verilişimizin baş sponsoru olan Şəfa İstisu Sağlamlıq Mərkəzinə təşəkkür edirəm. Siz öz sağlamlığınızı uzun müddət Türkiyədə fəaliyyət göstərmiş Şirin İsmailova həvalə edə bilərsiniz. Və mən istərdim Sona xanım, orada olan müayinələr və müalicələr haqqında bir tamaşaçılarımıza məlumat verim. Oynaq və onurğa xəstəliklərinin müalicəsi, masaj, ultrasəs dalğaları ilə müalicə, elektroforez, elektrik cəryanı ilə müalicə, limfodrenaj, ayaq, bel və qolların qan devranının bərpası, traksiya və dartma üsulu ilə onurğada olan protruziya və qrijaların əməliyyatsız müalicəsi, kütlü su vannalarının qəbulu, duzlaşma, oynaq ağrıları, saç tökülməsi kimi müxtəlif dəri xəstəliklərinin təbii yolla müalicəsi. Və mən tamaşaçılarımızın da nəzərinə çatdırım ki, Şəfa İstisu Sağlamlıq Mərkəzində 1 nəfərlik, 2 nəfərlik, 3 nəfərlik, hətta 4 nəfərlik otaqlarımız fəaliyyət göstərir. Bir daha baş sponsorumuz Şəfa İstisuya təşəkkür edirik. Şəfa İstisu Sağlamlıq Mərkəzi. Siz öz sağlamlığınızı uzun müddət Türkiyədə fəaliyyət göstərmiş baş həkim Şirin İsmailova etibar edə bilərsiniz. Onurğa müayinəsi, masaj, ultrasəs dalğaları ilə müalicə, elektroforez, elektrik cəryanı ilə müalicə, limfodrenaj, ayaq, bel və qolların qan dövranının bərpası, traksiya və dartma üsulu ilə onurğada olan protruziya, yırtıqların əməliyyatsız müalicəsi, kükürdlü su vannaların qəbulu, duzlaşma, müxtəlif dəri xəstəlikləri, oynaq ağrıları, saç tökülməsi kimi xəstəliklərin təbii yolla müalicəsi. Mərkəzdə kafe, istirahət otaqları da mövcuddur. Ünvan Goranboy rayonu, Goran qəsəbəsi. Daha bir sponsorumuz isə elə Bərdə rayonunda yerləşən Arçelik mağazalar şəbəkəsidir. Nəzərinizə çatdırım ki, Bərdə rayonunda yerləşən Arçelik mağazalar şəbəkəsindən nəinki Bərdə rayon sakinləri, həmçinin Ağcabədi, Ağdam, Tərtər rayon sakinləri də yararlana bilərlər. Və Arçelik mağazalar şəbəkəsində şok endirim kampaniyası var. Bu fürsəti əldən qaçırmayın. Bərdə şəhərində yerləşən Arçelikdən şok kampaniya. 6 kiloqramlıq 20% enerjiyə qənaət edən Arçelik paltaroyan maşını 499 manata. Rəqəmsal və Sputnik tuneri olan 80 ekran Arçelik televizoru cəmi 449 manat. Defrost Arçelik soyuducusu isə cəmi 599 manata. Buradan siz həmçinin digər məişət avadanlıqlarını və ofis mebellərini də əldə edə bilərsiniz. Ünvan Bərdə şəhəri, Üzeyir Əcbəyev küçəsi, Mərkəzi Poliklinikanın yanı, Arçelik mağazası. Əlaqə telefon 050 205 66 58 050 223 19 59. Bizcə də qaçırmasınlar. Bir daha sponsorlarımıza təşəkkür edək və dəyərli tamaşaçılarımız gecəmizin ilk qonağı mənim həmkarım çağıracaq. Görək kimdir? Buyursun. İlk qonağımız sevilib seçilən, sayılan xanım xatın Almaz Saraylıdır. Xoş gördük. Almaz xanım, xoş gəlmisiniz. Çox sağ olun. Hər vaxtınız xeyir olsun. Bütün tamaşaçıları ekran qarşısında bizi izləyən bütün tamaşaçıları salamlayıram. Musiqiçiləri salamlayıram. Sizləri salamlayıram. Təşəkkür edirəm məni bu gözəl verilişə dəvət etdiyiniz üçün. Çox sağ olun. Bugün mənə elə gəlir ki, çox gözəl olacaq. İnşallah. Çünki
Həm musiqiçilər, həm sizlər. Təbii ki. Biz də buradayıq, dəyərli müğənnilərimiz də buradadır. Baxmağı unutmayın. Hamı əyləşsin. Çox gözəl bugün axşamımız olacaq. Bir də axşamınız xeyir olsun. Çox sağ olun Almaz xanım. Buyurun əyləşin. Mən istərdim gecəmizin ikinci qonağını tamaşaçılarımıza təqdim edim. Gecəmizin ikinci qonağı da artıq sevilən bir sənətçidir, sevilən ifaçıdır. Doğrudan da mən onun sənətindən əlavə də mən onun özünə görə xətrini çox istəyirəm. Mənim yaxın əzizimdir. Kim gəlir? Gözəl ifaçımız, gözəl müğənnimiz Nemət Mirzəyev. Nemət, xoş gəlmişsən qardaş, həmişə. Bax, belə. Təşəkkür eləyirəm. Belə deyərlər ki, el adəti ilə xoş gününüzə gələk. Çox sağ ol. Elə əsl yeridir, bəli. Xoş gününüzə gələk, xoş məqama, xoş gözəl verilişlərinizə dəvət edilmisiniz. Çox sağ ol. Təbrik eləyirəm, təşəkkür eləyirəm. Mən bu verilişə bir neçə ay deyərdim ki, aylar, illər qabağı. Yəni mən xeyir-dua vermişdim o mənada ki, böyük kimi yox. Yəni arzu da eləmişdim ki, dostumun verilişi uzun ömürlü olsun, sevilən olsun, müasirliyə doğru gedir də, yəni belə deyək, SS Show çox gözəl də bir ad seçimsən, sən həmişə yəni ən zövqlərim mənim xoşuma gəlir, təşəkkür edirəm. Musiqiçi dostlarımı, qardaşlarımı salamlayıram, mənim əziz dostlarım, qardaşlarımdır. Onları bugün burada gördüm, mən daha biraz da şad oldum. Və bilirsən, Əl-Fahruhəm daha yaxşı oldu ki, Almaz Saraylı bugün bizim xanım qonağımızdır, dostumuzdur, gözəl də sənəti var. Mən ona artıq sənətkar deyə bilərəm, çünki onu mən neçə illərdir tanıyıram, bəli. Bu sənətin yəsidir. Təşəkkür, sağ olun. Çox sağ olun Nemət, təşəkkür edirəm, buyur əyləş. Dəyərli tamaşaçılarımız, bildiyiniz kimi biz hər həftə verilişimizə qeyri-adi peşə sahiblərini dəvət edirik və bu həftədə biz yenə də ənənəmizə sadiq qalaraq qeyri-adi peşə sahibəsini dəvət etmişik. Onun haqqında mən çox danışmaq istərdim, amma yaxşısı budur ki, onu səhnəyə dəvət edim, özü gəlsin öz əl işləri haqqında siz dəyərli tamaşaçıları məlumatlandırsın. Elə isə Anisa Zalovanı dəvət edirəm. Buyursun. Hoş gəlmişsiniz, xoş gördük. Çox sağ olun dəvətə görə. Xoşdur. Böyük zövqlə gəlmişəm. Çox sağ olun. Əl işlərimi də görərsiniz. Təbii ki, sizin əl işlərinizi bilirik. İrəliyən dəqiqələrdə onların hər birisini tamaşaçılarımıza təqdim edəcəksiniz. Hələlik əyləşək, sizə təşəkkür edim və dəyərli tamaşaçılar, gecəmizin son qonağını istəyirəm tamaşaçılarımız üçün çatdırım və gecəmizin son qonağı da gəncdir, amma artıq onun da öz ifası var, öz sevəni var. O qonağımız da Azərbaycanda yaşamır, Rusiyada yaşayır və bizim dəyərli dostumuz İbrahim Borçalının istəyi ilə, onun şəxsən xahişi ilə biz dostumuzu dəvət etmişik. Eləcə də İbrahim müəllimin yaxın dostunun oğludur. Kim gəlir? Səbər Kərimov gəlir, buyursun. Axşamınız xeyir olsun. Çox şadam ki, çağırmısınız. Çox sağ ol, xoşdur bizə. Qonaqları da salamlayıram. Bizə xoşdur, çox sağ ol Elsəvət. Çünki səni elə bir insan bizə tapşırıb ki, bizim hər birimizin sevdiyimiz bir müğənnidir İbrahim Borçalı və tamaşaçılarımızın nəzərində çatdırım inşallah. Gələn verilişimizdə İbrahim Borçalı mütləq verilişimizdə olacaq. Çox maraqlı olacaq. Buyur Elsəvət, əyləş. Bir daha hər birinizə xoş gəldiniz deyirik. Mən istəyirəm ki, elə bu anda, bu gözəl məqamda artıq mənim verilişimdə daimi görəcəyiniz bu gözəl ansamblın bədi rəhbəri Rəhman müəllimə bir söz verim. O da bir gözəl kollektiv adından, öz adından tamaşaçıları salamlasın. Salamlayıram və belə deyim də, bizim bu işbirliyimizə Allah xeyir versin inşallah. Yəni bugündən biz bu efirdəyik, yəni bu SS Show-duyuq. Salih qardaşımızdan bir yerdə çalışacağıq inşallah. Bütün gələn qonaqlarımızı salamlayıram. Nemət qardaşımızı, Almaz xanımı, dəyərli dostlarımızı hamısını salamlayıram. Allah var eləsin. Qardaşlar da ki, Məhəmməddir, bizim Aydın qardaşımızdır, Cavad qardaşımızdır, Əjdaha Ramindir. Yəni biz qardaşlar
bilirsən də Salih, neçə illərdir birdik Bəli. və Təbii bizim ki. qardaşlığımızın arasından su belə keçməyib. İnşallah indən belə də keçməyəcək. İnşallah. Allah hər birinizə uğurlar nəsib eləsin. Var ol, yəni yenə deyirəm, buradan da mən Ramiz müəllimə çox böyük təşəkkürümü bildirirəm. Bizə dəstəyinə görə Bəli, Ramiz bəli, var müəllim, olsun, kanalın bəli. rəhbəri Ramiz müəllimə çox böyük dəstəyi olub bizə. Var olsun. Sağ ol qardaş. Çox sağ ol Rəhman, bir daha təşəkkür edirəm. Təbii ki, bizim müdiriyyətimizə bir daha can sağlığı arzu edirik və bilənlər bilir, bilməyənlər də bilsin ki, Dünya TV kanalını Mehriban doğma bir kanaldır və Mehriban da kollektivi var, Mehriban da işçiləri var. Mən bütün həmkarlarıma buradan can sağlığı arzu edirəm və tamaşaçılarımız da artıq bilsin ki, artıq Rəhman Cəbraylı başda olmaqla sevilən, sevimli ansambl artıq bizlərlədir. Daimi görəcəksiniz SS Show verilişində. Beləliklə, mən istərdim ki, ilk öncə bizim mövzumuz olacaq, suallarımız olacaq, sizlərlə söhbətimiz olacaq. Amma ilk öncə Sonu xanım, bəlkə bir Alma Sarayından gözəl bir musiqi eşidək. Ondan sonra davam edərik. Kuşların yuvası var, dilinde duası var ay balam. Bu güzel ocakta ey dostlar, ey güzel sanatçılar, şehir muğam bu havası var yar. Bu güzel ocağında deyirəm ey dostlar, şehir güzel mahluk, bu havası var, bu havası var ay.
kesmeli gelin, kurban kesmeli gelin. Sevgili yarım gözlerim, gülüme gülüm. Hanım canımı neyleyim, gülüme gülüm. Aşıkım sana dilberim, gülüme gülüm. Mecnunum sen dileyim, gülüme gülüm. Aşıkım sana dilberim, gülüme gülüm. Mecnunum sen dileyim, gülüme gülüm. Gülüme gülü, gülüme gülü, gülüme gülüm. Yanım gülü, canım gülü, gülüme gülüm. Ah gülüm, gülüm, gülüme gülüm. Yanım gül, canım gül, gülüme gülüm. Ah gülüme gülüm. Ay gülüme gülüm. Gülüme gülüm. Özünden hoşum gelir, sözünden hoşum gelir. Özünden hoşum gelir, sözünden hoşum gelir. Gülüm olmuşam eyran, özünden 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 hoşum gelir. Ay can ya, vay ya, gülüm olmuşam eyran, özünden hoşum gelir. Ayza, bravo, bravo. Teşekkür edirik Almaz Saraylı. Dostlara teşekkür ederim. Rəhman teşekkür. Əjdahar Amin, Çox sağ Cavad, olun. Aydın, Məhəmməd teşekkür edirəm hər birinizə. Var olun. Doğrudan da Almaz xanım. Möhtəşəm. Açılış lap möhtəşəm oldu. Hə? Bilirəm tamaşaçılarımız necə ləzzət aldılar sizin ifadan. Var olun bir daha. Çox sağ olun deyirik. Və dəyərli tamaşaçılarımız, bildiyiniz kimi biz hər həftə bir mövzu üzərində müzakirə edirik və qonaqlarımızı bura dəvət edirik və onlarla mövzumuzu müzakirə edirik. Və biz qərara gəldik ki, bu həftədə bir mövzu qoyaq və onun ətrafında müzakirə edək. Və elə bir insanlara dəvət etmişik ki, onlarla məhz bu mövzunu müzakirə etmək qərarına gəldik. Sizcə, Salih? Sonra xanım, mən istəyirəm bu sualı kim müəllimlərimizə yönəldim. Bəli. Çünki artıq sənətdə Sözünü çoxdandılar. demiş, bəli, öz sözünü demiş Sonra sənətkar. xanımla bizim Rusiyadan gələn qonağımıza ayrı sual verərik. Almaz xanım, Neymət müəllim, sizə belə bir sual ünvanlayıram. Azərbaycan şou biznesindəki rəqabətdir yoxsa paxıllıq? Mənə elə gəlir paxıllıq çoxdur. Hə Neymət? Sən nə bildin o sözlə mənim ürəyim döyünür. Paxıllıq çoxdur. Amma bilirsən, Almaz xanımına mən sözünə qüvvət verirəm. Ola bilər ki, sözünü kəsmədim. Yəni mən tam o mənə artıq sualı mənə tərəfdən yönləndirdi. Bizim ustadlar həmişə danışardı bizə ki, bizdə saf rəqabət var idi. Məsələn, mənim ustadım Sabir Mirzəyev, Allah rəhmət eləsin. Məsələn, İsram Rızayev, mənim ustadım olublar. Onlarda saf rəqabət var idi. Yəni, bu günləri sənətin məqsəd qoyub qabağına irəli getməkdə belə deyək. Onların mən çox vaxt, yaşımın uşaq olmağına baxmayaraq, yəni mən çox gördüm ki, ola bir yerdə oturur, durdu, sənəti bir-birinə, yəni nə mənada köməli. Sabir əmim də deyirdi ki, Allah rəhmət İsi, bu təsnifi belə oxusam nə olar? Buna deyirlər saf rəqabət. Amma Almaz xanımın sözündə həqiqət var ki, bu gün hayf ki, düz deyir, valla, çoxu paxıllıqdır. Mən bir söz demək istəyirəm, Neymət, Salih. Buyurun. Biri-birindən dəyərli müğənnilərimiz həddindən artıq, istər muğamda, istər belə də, yəni, müğənnilərimiz həddindən artıq çoxdur. Sayılıb seçilən müğənnilərimiz, xanəndələrimiz çoxdur. Amma mən bir də onu bilirəm ki, ola bilər mən yaxşı sənətkarlar əhatəsində olmuşam. O qədər təvazökar olurlar onlar. O qədər sadə olurlar ki, heç elə bir ki, yəni müğənni olanda nə olar ki, bu səsi əgər Allah veribsə sənə, Allah da alacaq. Amma yaxşı olar ki, həm böyük kiçik yerini bilsinlər, biz də balaca olmuşuq, uşaq olmuşuq da, gəlmişik yavaş-yavaş sənətə. Amma yaxşı olardı ki,
paxıllıq olmasın. Çünki nə qədər paxıllıq olsa, o qədər elə insan həm özü arxaya gedəcək də, yəni qabağa gedə bilməyəcək. Yəni başını salsın aşağı. Elə müğənni var ki, bu boyda sesi var, 1 oktava sesi var. Elə müğənni var, 3-4 oktava sesi var. Maşallah sənin kimi, maşallah. Doğru. Hə. Yəni zil oxuyanlardan danışıram Bəli, da. bəli. İndi biri Zilxan bəm da, olur, Zilxan. biri Bəli, bəli. zil olur səsi. Yəni elə eləsinlər ki, valla zil bəm oxumaqla deyil. Yaxşı olardı ki, bu sözü çox təkrar eləyirlər də, amma yerinə yetirən azdır. Mən fikir verirsiniz də, mən uzağam belə şeylərdən. Bəli. Hamının da xətrini istəyirəm. Amma yaxşı olardı ki, hərə özünə qiymət versin də. İstər böyük kiçik yerin həm bilsin ki, sənətkar gəlir. Dəxli yoxdur. 70 yaşında da olsa, 80 yaşında da olsa bu sənətkar olub, ona qiymət vermək lazımdır. Elə deyil, Salih? Yəni ki, mən bu günləri gündəmdəyəm, mən yuxarı ilə gedim, əstağfurullah. Yəni, heç kim belə baxmasın, çünki birinci dəfədir mən belə söhbətlər eləyirəm. Çünki belə eləyən, ondan da yuxarıda Allah var. Çünki o səsi Allah verib, Allah da ala bilər. Ona görə də yaxşı olar da hamı bir-birinə hörmət eləsin, bütün müğənnilər. Paxıllıq mənim belə deyək də, mənim ustadımı bütün dünya tanıyır. Sabir Mirzəyevin qəlbində xainlik, paxıllıq olmayıb. Sırf rəqabət olub onun ürəyində ki, yəni mən o vaxt bizə də deyirdi, mən istəyirdim Əlibaba Məmmədov kimi, Xan Əmini görürdüm, Cənub zonasına toya gəlir deyirdim, mən də Xan Əmi kimi tanınım, Əlibaba Məmmədov, Arif Babayev, Süleyman Abdullayev, saf rəqabət. Bu gün mən də çalışıram ki, saf rəqabət aparım. Yəni onun adına layiq bir sənəti addımlayım və qarşıda olan muğam ifaçılarımız, dostlarımız, onlar kimi mən də yavaş-yavaş addımlayıram. Mən də saf rəqabət bunu görürəm. Və bizim burada bir dedik axı, Qeyri-adi peşə sahibi əyləşib. Bəli. Anisa xanım. Və istərdim ki, kameraçılardan xahiş edeyim ki, bu əl işlərini əvvəl çəksinlər. Bəli, dəyərli televiziya tamaşaçıları, bu gördüyünüz əl işləri Hər biri məhz Anisa xanıma Anisa məxsusdur. xanımın əl işləridir hər birisi. Bax gördüyünüz Çarıq. bəli. Bax gördüyünüz bu gözəl çarıq. Sonra bu Aytən stolun üstünə stol salıb. üstü üçündür də. Bəli, muncuqlardan düzəldilib. Aha. Mikrofon sizdədirmi xanım? Aha. Zəhmət olmasa bax bu rəsmlə bağlı bir məlumat verərdiniz. Nələrdən işlənib bunlar? Hazır şəkillər olur, amma ki qaşlarla onları mən yığıram, sonra çərçivəyə salıram elənçinə. Aha, Şəkil hazır şəkil olur, amma qaşlarla yığırsan üstünü. Aha. Neçə ildir ki, Anisa xanım bu sahə ilə məşğulsuz? Mən artıq 12 ildir. Artıq 12 ildir 12 ki, il olar. müəlliminiz olub, yoxsa özünüz başlamısınız bu sahəyə, nəyəsə Yox, baxmısınız? müəllimim olub, kursa getmişəm 4 il. Aha. Təsadüfən qəzetdə görmüşdüm elanı Aha. ki, toxuma əl işləri öyrədən xanım var, Tatyana xanım idi. Bir 12 il bundan qabaq Bülbül adına musiqi məktəbdə bir dənə otaqda dərs deyirdi o. Amma o mən rusca yaxşı bilir, tam dəqiq deyirəm ki, yaxşı bilmirəm. Yəni ki, başa düşürdüm, amma ki 4 ay getdim o kursa. Tam çeyləyə bilmədim də, qavraya bilmirdim. Dedilər ki, gedin 28-də sap var, oradan sap alın, uje toxmağa öyrədəcək sizə. Orada getdim, gördüm, bir dənə vizitka var. Lalə xanım Məmmədova, o öyrədirdi. Artıq onun kursuna daxil oldum. 4 il kursa getdim, öyrətdim. Elənçində yavaş-yavaş nə görürdüm, deyirdim ki, bundan mən də düzəldim, ondan da düzəldim, bundan da düzəldim. İndi sərgilərə qatılıram. Aha. Sertifikat almışam sərgidə. Ondan sonra, indi martın 4-ü 5-i də sərgi olacaq. Ella Bagirova təşkil edir, İsır Plazada. İnşallah. Əsas mıncıqlarla işləyirəm, saplarla da belə də. Bəs bu nədən hazırlanıb? O da daşlardır, təbii daşlar da olar. Aha, gözəl. Hamısını alıb, yəni ki, yığırsan. Bax, deyək ki, bir işi görmək nə qədər vaxt alır sizin üçün? Bax, deyək, məsələn, bunu nə qədər dəqiqəyə mı, saata mı düzəldirsiniz? Onu yarım saata hazırlayırım. Bunu? Amma o şəkillər... Bəs rəsm? Onu bir həftəyə hazırlamaq olar. Bax, mənim burada ən çox... O mənim sənət əsərimdir. Yəni ki... O mənim sənət əsərimdir.
Ondan hələ heç toxuyan da yoxdur. Sərgidə ondan ötürü çoxları Belə. Bir də bəyənmişdim. Sona xanım, zəhmət olmasa onlar da gözüm dəydi mənim. Onlar Aha. geyim deyin, səhv eləmirəmsə. Hə. Elə belə oxşar bir şey gördüm. Hə, var orada. Bir dənə zəhmət Sona olmasa xanım həmkarım atar, götürsün beş onu. yerində. Aha. Bu da O da sizin hə, əl onu da işinizdir. mən toxumuşam. O da qeyri-adi bir şeydir. Çox gözəldir. Həm Doğrudan qalındır, gözəl bir həm şeydir. istidir. Çiyninizi ata bilərsiniz. Onun özəlliyi odur ki, o qabaqdan elə bağlanır ki, o bilinmir ki, bağlıdır. Amma İstəsəz- bax bu əl işini görürəm. O iki Böyük- qat qalın sapdı deyənə o bilinmir ki, yəni Bax ki. bu böyük bir səbir tələb edər yəqin Hə. ki. Çünki gör nə Onu qədər mən xırda 3 aya işlənmələrlə. toxumuşam. 3 aya. 3 aya. Doğrudan valla heyran qaldım. Yəni burada çox əl işləri var xanımın. Yəni elə biz O studiyaya yerləşənə salfetkalar, qədər süfrələr, qoyduq. hə, çoxdur, Təbii ki. amma ki bəzilərini gətirmişəm. Bəs bu Hə, aldım. nə qədər hazırlanır? Onu vallah 4-5 aya, çünki o qədər incə bir işdir ki, o sırf elə bilginən ki, iynə sapı ilə toxunulur deyənə o sap çox incədir. 4-5 ay hətta. Hə, çünki onun sxemi çox çətin idi deyə Toz quşuna oxşur, hə? Açanda belə bir interesli gözəllik Bəs atır. çətiri neçə müddətə hazırlamısınız? təxminən 3-4 ay çəkib odur. Çünki sxem yox idi deyənə, həm də ki mən toxuyandan sonra o çətirin ceyini tapmırdım. Çünki 16 dənə simli çətir lazımdır. Ona çətir alırsan, hazır çətiri, onu sökürsən, üstünə sonra bunu tikirsən. Çox sağ olun. Uğurlarınız daha da bol olsun. Çox sağ olun, İnşallah. təşəkkür edirəm. Mikrofon zəhmət olmasa Elsəbər qardaşımıza təqdim edək. Elsəbər, mən sən daxil olanda qeyd etdim ki, Elsəbər Rusiyada yaşayır və bizim əzizimiz, dostumuz İbrahim Borçalının istəyi ilə, xahiş ilə səni dəvət etmişik. İbrahim Borçalının atanız səhv eləmirəmsə yaxın dostudur. Bəli, yaxın İbrahim dostum, müəllim dostu bəli. bizim də dostumuzdur. Buradan bütün Allah canınızı sağ eləsin. Azərbaycan hüdudlarında yaşayan Azərbaycanlılarımızı salamlayırıq. Hər birisi var olsun deyirik. İbrahim müəllim də buradan salamlayaq. İnşallah Bəli, bəli, gələn həftə bir salamlayırıq. qonağımızdır. Bir istəyirəm özün haqqında bir danışasan. Bu sənət sənə hardandır? Bəli, mən valla belə deyim də, məktəbimi elə bitirmişəm Moskvada, belə deyim. Belə musiqi ilə də elə bir 3 ildir məşğulam. Özüm yazıram, belə deyim. Həm də Bəli. musiqi yazırsınız. Bəli, bəli, sözlərini özüm yazıram, elə musiqi hamısını belə deyim. Və İbrahim müəllim elə bizə gələndə dedi ki, belə gəl sənə kömək eləyim, Bakıya gəl, aranjirovka düzəldək, oxu. Allah canı sağ eləsin, elə gəldim, elə yazdırdım, mahnıları düzəltdik. Allahın köməkliyi ilə indi yaxşı olur yəni. Qardaşımın sözünə qüvvət verirəm. Buyur. Görsənmi? İbrahim Borçalı. Bəli. Bizim yaxın dostumuz, qardaşımız, sənət yoldaşımız köməklik eləyir. Demək, ürək təmizdir. Qəlb təmizdir. Amma bu günləri bax belə köməklik eləyən gözəl musiqiçilərimiz, gözəl müğənnilərimiz, İbrahim kimi qardaşlarımız belə bizə ora gedəndə dəstək olur. Belə gənclərə dəstək olur. Ondan o qarşılıqlığın görməyəndə insana təsir eləyir. Amma Allah eləməsin ki, o qardaşımızın qabağına elə insanlar çıxsın. Bax, Bəli. elə bayaq biz dediyimiz söhbət gəlir, bax İbrahim qardaşıma çıxır. Ümid edirəm ki, Elsəvər elələrindən olmaz. İbrahim Borçalının nəyini mən çox sevirəm, daha çox onun o xüsusiyyəti mənə xoşdur ki, Almaz xanım, gənclərə dəstəkdir. Bax görürsüz, məsələn, bu gün Elsəvər sənəti var, hardasa sevir sənətini, oxumaq istəyir. İbrahim Borçalı ona dəstəkdir, gətirib Azərbaycana və dostu kimi, yaxını kimi mənə zəng etdi ki, Səvər mütləq ora çıxsın, böyük məmnuniyyətlə. Çıxartdıq da inşallah onun da gözəl ifası var, irəliləyən dəqiqələrdə inşallah işləyəcəyik. Bəs bu, Səvər, bu həvəs səndə hardan yarandı ki, elə mən ifa edim, ifaçı olum, belə bir şey? Həvəs valla belə deyim də, mən şeirə oxşar sözlər yazıram. Bəli. Və istəyərdim ki, məsəl üçün, onu insanlar üçün çatdırım. Fikrini çatdırmaq bəli, istəyirsən. fikrimi çatdırmaq istəyirəm, belə sevgiyə aid. Əsasən elə ana şeirim də var. Düzdür. Varmı səndən bir kuplet eşidim, bir gözəl bir şeir eşidim? Şeir, ana şeiri var. Buyur. Doğulandan sənsən arxam dayağım, zülmət gecələrdə sönməz çırağın. Büdrəyib od üstə düşsə ayağım, məndən çox yanırsan halıma ana. Allah Teala analarımızı var eləsin. Amin. Atalı analı dünyamız var olsun. Təşəkkür edirik. Qonaqlarımızın hər birisinə təşəkkür edirəm. Çünki mən istədiyim sualımı verdim, istədiyim cavabımı da aldım. Sənə də Elsəvər uğurlar arzu edirəm. Hələ gəncsən. Çünki İbrahim kimi sənin arxanda bir dəstək var, dayaq var.
Mən çox demirəm sənə, bir ilə sən necə populyar olacaqsan görərsən. İnşallah. Sənə uğurlar arzu edirəm, eləcə də xanıma uğurlar arzu edirik bu əl işlərində. Deyirəm elə verilişimizin bu yerində bəlkə musiqiyə bir də yer verək. Təbii ki, bugün Neymət Mirzəyev burada ola, burada bir gözəl ifa olmaya, qonaqlar bizi qınayarlar. Koca dünya dolaşdırır addım başı. Əvvəl sığal çəkir, öyür bizi. Kişiləşib dizlərimiz bərkiməmiş, zopasıyla, şallağıyla döyür bizi. Həyat dəniz, ömür qayıq, can avardı. Hər nə varsa canı tapdı, cana vardı. İnsan quzu, vaxt kəmpürsət canavardı. Loxma loxma, tikə yer bizi. Gəlişimiz işıq saçdı bu dünyaya. Gedişimiz döndü yasa, döndü baya. İnsanların biri dəmir, biri qaya. Əyilmirik. Zaman özü əyir bizi. Zaman özü əyir bizi. Yüreğim daim yanım, yüreğim daim yanım, od koparıp alovlana. Bacarmırsam koy dayana, demək o heç ürək deyil, o heç bizə gərək deyil. Dostlar için lazım gelse, vətənim üçün lazım gelse, Polat kimi gərilməsəm, torpaqlara sərilməsəm, demək o heç ürək deyil, o heç bizə gərək deyil, o heç bizə gərək deyil. Elə insanlar var, quru ağacdır. Qaçıb kölgəsində durmağa dəyməz. Nankordan, yaltaqdan, ikiyüzlüdən yolunda canını qoymağa dəyməz. Göy söydə calaq versən almanı, yenə söğüt yarpağına çevirlər tamı. Gədanı eyləsən dünya sultanı, təxtinə minzinə vurmağa dəyməz. Mən neynirəm,
Ben neynireyim o yüreğim, yok bir kesim, yok bacarmırsan o sevmeyi, demek o hiç ürek değil, o hiç bize gerek değil. Yok dileğim, ben neynireyim o yüreği, yok bir kesi yok dileği, bacarmırsan o sevmeyi, bacarmırsan o sevmeyi, demek o hiç yürek değil, o hiç bize gerek değil, o hiç bize gerek değil, gerek değil, gerek değil. Ceylanım suya geldi, boynum bağlığa geldi, hemen öldüm kurtardı, ne yar insafa geldi. Ceylanım suya geldi, boynum bağlığa geldi, hemen öldüm kurtardım, ne yar insafa geldi. Anargile, nargile, durun gele yargile, anargile, nargile, durun gele nargile, yar ya nargile, durun gele yargile, anargile, nargile, geleyim biz yargile. Dağların neşesi, güzeldir ve ökşesi, körülsün gelen yarın, ağlamamlı peşesi. Bu dağların neşesi, güzeldir ve ökşesi, körülsün gelen yarın, ağlamamlı peşesi. Anargile, nargile, durun gelen yargile, anargile, nargile, geleyim biz yargile, nargile, geleyim biz yargile, anargile, nargile, geleyim biz yargile. Kızı iki kuyu yan yana, yanay komşunun kızı, su içti yana yana, yanay komşunun kızı. Sen ağlama gelin, anam sana kaynana, sen ağlama gelin.
Şəfa İsti Su Sağlamlıq Mərkəzi. Siz öz sağlamlığınızı uzun müddət Türkiyədə fəaliyyət göstərmiş baş həkim Şirin İsmailova etibar edə bilərsiniz. Onurğa müayinəsi. Masaj, ultrasəs dalğaları ilə müalicə, elektroforez elektrik cəryanı ilə müalicə, limfodrenaj, ayaq, bel və qolların qan dövranının bərpası, traksiya və dartma üsulu ilə onurğada olan protruziya, yırtıqların əməliyyatsız müalicəsi, kükürdlü su vannaların qəbulu, duzlaşma, müxtəlif dəri xəstəlikləri, oynaq ağrıları, saç tökülməsi kimi xəstəliklərin təbii yolla müalicəsi. Mərkəzdə kafe, istirahət otaqları da mövcuddur. Ünvan Goranboy rayonu, Goran qəsəbəsi. Gənc istedadlı müğənnimizdən bir ifa gəlsinmi Sona xanım? Əlbəttə Gəlsin, gəlsin. Helsəvərdən gözəl bir ifa gəlsin. Geceleri yatmayıram, çəkirəm dərdi əzab. Dərdimin dərmanı yox, sevirəm mən onu çox, sevirəm mən onu çox. Ona var ehtiyacım, o mənim ürəyimdir. Yaşaya bilmərəm onsuz, sevgim var ona sonsuz, sevgim var ona sonsuz. Ey dünya dinlə məni, yazıram bu nəğməni. Sevirəm bir gözəli, sevgimin yox dəyəri, sevgimin yox dəyəri. Ey dünya dinlə məni, yazıram bu nəğməni. Sevirəm bir gözəli, sevgimin yox dəyəri, sevgimin yox dəyəri. La la lay lay la la la, la 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 lay la la la,
Terk edip ruh canımı bəs niyə gəlmirsən? Nə qədər ağlayacam, bilməzdim tək qalacam, bilməzdim tək qalacam. Sevmişəm, yanılmışam, eşq odunda yanmışam. Odlara salıb məni, sevgimin yox dəyəri, sevgimin yox dəyəri. Ey dünya dinlə məni, yazıram bu nəğməni. Sevirəm bir gözəli, sevgimin yox dəyəri, sevgimin yox dəyəri. Ey dünya dinlə məni, yazıram bu nəğməni. Sevirəm bir gözəli, sevgimin yox dəyəri, sevgimin yox dəyəri. Gecələr yatmayıram, çəkirəm dərdi əzab. Dərdimin dərmanı yox, sevirəm mən onu çox, sevirəm mən onu çox. Ona var ihtiyacım, o mənim ürəyimdir. Yaşaya bilmərəm onsuz, sevgim var ona sonsuz, sevgim var ona sonsuz. Ey dünya dinlə məni, yazıram bu nəğməni. Sevirəm bir gözəli, sevgimin yox dəyəri, sevgimin yox dəyəri. Ey dünya dinlə məni, yazıram bu nəğməni. Sevirəm bir gözəli, sevgimin yox dəyəri, sevgimin yox dəyəri. La la lay lay la la la, 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 la la lay lay la la
Ay bravo, Çox bravo. sağ olun. Rəhman Cəbraildən gözəl bir müşayiət gəldi. Buyur, Sonu xanım. Mənə buyur. maraqlı olan bir məqam var. Bu mahnının da sözlərini özünüz yazmısınız?
Bu zəhmət olmasa o biri mikrofonu götür. Elsəbər buyur. Sizə məxsusdur. Bəs aranjman harda olub? Bakıda yoxsa? Aranjman burada, bəli. Burada, hə. Elə dostudur Elşad. Sona xanım, Bəli, buyurun. o ifa sənə kimi xatırlatdı? Mənə əslində düzüm desəm, qulağına dedim, İbrahim Borçalı xatırlatdı. Bəli, çox eyni səs, eyni. Dedim ki, ikinci İbrahim Borçalı gəlir. Ay sağ, qulağıma az öncə dedi ki, Sona xanım Nemət dedi ki, bu səs mənə çox tanışdı. Bu cavan oğlan səsi oxşadı İbrahim Borçalıya, dedim mən çox doğru. Bilirsən, istəyir mahnı ifaçısı olsun, muğam ifaçısı olsun. Tələbə hara qaça? Ustadın iyi gəlməlidir, nəfəsi iyisi gəlməlidir də mümkün deyil. Çox sağ ol qardaş, sənə uğurlar arzu edirəm. Sağ olun, sağ olun. Çünki mən bilirəm ki, gənclik devri vardı Almaz xanım. Mən arzu edirəm ki, bu gənclik devrində bu sənin ki attığın addım var, o həvəs üçün olmasın, daim olsun. Bizdə var da, gənclərdə var ki, beynimizin çılğın vaxtı olur, hər şeyi həvəs üçün edirik. Bu gün həvəs üçün filan şəhərə gedim, filan rayonu gəzim, neyiniyim. Amma mən sənə daimilik arzu edirəm ki, dayanma, düzgün mövqeydəsən. Amma sənin belə desək resept yazanın var da, bilirsən kimdir, İbrahim Borçalı. Sən çalış o reseptdən kənara çıxma. Əgər qabağa getmək istəsən, çıxma. Çünki buradan mən bir daha həmkar dostumuzu İbrahim müəllimi salamlayıram. Doğrudan Nemət bəy bir söz dedinsə, mən yadımdadır o. Ki İbrahim bizi belə qarşıladı, belə falan elədi. Keçən ay mən də Gürcüstanda qonaq idim. İnanırsan ki, gömrüyü keçən kimi İbrahim məni oradan götürdü. Dostları ilə qarşıladı. Mənə o qədər qulluq edib ki, mən gələn həftəni səbirsizliklə gözləyirəm ki, İbrahim də gəlsin bura, mən onun qulluğunda olum. Bir daha təşəkkür edirəm, sənə uğurlar arzu edirəm. Və Salih, sən fikir verdin ki, gənc olsa da, yeni başlasa da, həyəcan deyilən bir şey hiss olunmadı və yoxdur deyərdim. Qurban sənə, axı o İbrahimin tələbəsidir az öncə dedim. Onda həyəcan ola bilməz. Çünki uğurlar. Çox sağ ol. Sağ ol, Allah razı olsun. Başqa nəsə ürək sözün varmı? Demədin İbrahim müəllim sağ olsun, mənə belə dəstək. İbrahim müəllim demişəm, sağ olsun. Dünya TV kanalının rəhbərliyindən salamı göndərirəm. Allah canlarını sağ eləsin. Dediyim kimi arzum idi bu verilişə çıxmaq mənim. Özümüz izləyirik, Moskvada da izlənir bu veriliş. Bəli, bilirik. İnşallah yaxşı olar. Sizə də İnşallah. Çox sağ olun, siz var olun. Nemət, keçən gününü deməyim, səndən bu yaxınlarda biz Qəbələdə Nigar Palazda toydaydıq. Çünki mütləq toy sahibləri bizdən salamını gözləyir. Bilirdilər ki, sən mənim verilişimdə olacaqsan. Mən buradan Qəbələ şəhərində yaşayan bütün sakinləri salamlayıram və Ukraynada yaşayır, amma toyu Qəbələdə elədi İlqar müəllim. İlqar müəllim, evladından xoşbəxtlik arzu edirəm və bizə orada qarşıladığı, bizə isti münasibət göstərdiyinizə görə bütün Qəbələ elinə təşəkkür edir ki, istər Nemət müəllim olsun, istər mən olum, ağzımızı açıb söz deyəndə alqışlarla bizi qarşıladınız. Var olun deyirəm sizlərə Nemət, buyurun. Təşəkkür eləyim sadəcə, yəni bu sözlərdən sonra mən təşəkkür eləyirəm elə həmin bizi qarşılayan insanlara, toyuna getdiyimiz insanlara. Bunu deməliyəm də mənim borcumdur. Çünki onlar bizi qarşılamışdı. Artıq sözüm yoxdur, sağ olun. Çox sağ olun. Bir daha xoşbəxtlik arzu edir bütün balalara. Və bilirsiniz ki, əgər bu gün burada Rəhman Cəbrailli varsa, bizim mərhum sənətkarımız Aslan İlyasovun davamçısı, onun nəğmələrini sevə-sevə ifa edən Rəhman Cəbrailli burada əyləşib. Mən Rəhman, sənə də təşəkkür edirəm ki, o veriliş olmaz ki, Rəhman Cəbrailli Aslan müəllim haqqında danışmasın, onun ruhunu yad eləməsin və bizim çox böyük sənətkarlarımız var ki, hal-hazırda yaşamırlar, dünyasını dəyişiblər. Bütün sənətçilərimizə mən rəhmət diləyirəm. Və mən sənə də təşəkkür edirəm ki, bugün o böyük sənətkarın ən gözəl onun mahnıları çoxdur, amma ən yadda qalan, ən sevilən el şənlərdə hətta istəyirlər bizdən onu, həyatı rəqsi. Və bugün mən çox istəyərdim Rəhman qardaşım yenidən o musiqiyə müraciət eləsin. Buyur.
Çox sağ olun. Çox sağ ol. Rəhman Çox təşəkkür Cəbrayılov. edirik. Təşəkkür edirəm. Var olasınız. Bəli, təbii ki. Çox möhtəşəm bir ifa idi, doğrudan da. həqiqətən. Bu nədənsə bilmirəm də, bu ifa vallah məni belə bir başqa aləmə aparır. Özümdə olmuram. Baxıram amma özümdə olmuram, Rəhman. Bu ifa səndə o qədər doğrudan gözəl alınıb ki, nə bilim, var ol qardaş. Var ol ki, bugün böyük sənətkarın o gözəl ifalarını belə daha doğrusu desək, sənin ifanı bəli, həm yaşadı, həm sevildi. Gəlin bunu artıq qəbul edək, bu reallığı qəbul edək. Dostlar da gözəl müşahidə elədi. Ramin qardaşım, çox sağ ol. Cavad, çox sağ ol. Təbii ki, təbii ki. Təkəldən səs çıxmaz. Çünki Aydının da burada böyük zəhməti var. İstər Cavad olsun, istər Ramin olsun, istər Məhəmməd olsun. İnşallah Məhəmməd də aramıza yeni qatılıb. Amma belə özü zəif olsa da ürəyi böyükdür. Yaxşı olacaq inşallah. Mən sənə də uğurlar arzu edirəm. Sən elə bir sənətkarların yanındasan ki, məcburən pişəcəksən. Tələsmə, səbirli ol. Almaz xanım, mənə də maraqlıdır, tamaşaçılarımıza da bu sual maraqlı. Çünki düzdür, özünün sənətini sevirəm, özünün sadəliyini sevirəm. Çox məclislərdə də olmuşuq, amma bir sualım var ki, söz vermişdim özünə ki, onu efirdə verəcəm sənə. Bu sənətə gəlməyində ən böyük sənə dəstək kim olub? Dəstək heç kim olmayıb, sözün açığı. Amma mən heç vaxt efirlərdə deməmişəm. Mən mərhum sənətkarımız Hacıbaba Hüseynovun xəstəsi olmuşam. O başqa. Amma toylarımızın mən deyərdim, bəlkə də haqqım var deməyə. Bəli. Rəhman, mən elə gəlir deyə bilərəm. Mən Hacı Babadan sonra Sabir Əliyevin xəstəsi olmuşam. Sabir Əliyev olmasaydı, Nemət, mən indi ola bilsin ki, heç mən müğənni olmazdım. Həqiqətən ha. Çünki mən elə gəlir, deyəsən o da Hacı Babanın tələbəsi olub, mən elə gəlir. Amma çox meydangir oxuyandı. Hələ indi də maşallah. Neçə il bundan qabaq necə səsi var, Nemət, mən elə gəlir də. Yenə də elə həmən temp, həmən duruş, yəni həmən səhnə görmüsünüz də nətər oxuyandı. Valla mən əgər onun yarısı qədər oxuya bilirəmsə, mən özümü xoşbəxt hiss eləyə bilərəm. Çünki mən ondan öyrənmişəm, haradasa oğramışam ondan. Halal eləsin mənə. Almaz xanım, sizi tanıyan bilir, bunu biz də bilirik, Rəhman müəllimgil də bilir ki, maşallah sən də toyda çılğınsan. Sən Allaha and olsan belə... Elə səhnəni cuşa gətirdi, az öncə etdiyi ifalar. Durum, oxuyum, cəmaatı çıxardım, oynasın. Çox belə, nə bilim... Salih, mən sənə bir dənə söz deyim. Bayaq soruşdunuz ki, məndən ki, biz efirləri niyə gec-gec çıxırsınız da? Bütün kanallara hörmətim var, həddindən artıq. Hamıya, o cümlədən də Dünya TV kanalına təşəkkür edirəm, bayaq da təşəkkürümü bildirdim. Mən belə xoşlayıram, canlı oxuyum, səhnəyə versinlər mənə, ürəyim istəyən kimi oxuyum. Amma toyda, burada siz məni, valla, siz məni heç 10% görmürsünüz. Mən toyda tamam başqa cür. Bu yaxınlarda mənim bu gözəl bir-birinə dəyərli musiqiçilər, mən o qədər bunların xətrini, ayrı-ayrılıqda, o qədər mən bunların xətrini çox istəyirəm. Rəhman başda olmaqla. Birinci dəfə idi, düzdür, o biri kanallarda bir yerdə olmuşuq, başqa məclislərdə də olmuşuq. Amma mənə o qədər tərtərdə bu yaxında bir gözəl, möhtəşəm bir toyda, nişanda olmuşuq. Bəli, bəli. Mən bilmirəm də, mən necə toy aparmışam orada. Təsəvvürünüzə gətirin, saat 2-də toy başladı, 6-da qutarmalıydı. Soruşun onlardan, 2-nin yarısı idi, cəmaat dağılmırdı. Ev yesi dedi ki, mən iş adamıyam. Leningradda yaşayan idilər də, bilirsiniz. Cəmaat dağılmırdı. Birdən ayıldılar uşaqlar ki, Almaz xanım, saatdan xəbərimiz var, 2-yə qalıb, cəmaat ucu dağılmır. Yəni, toyda mən başqa cürəm. Efirdə də gec-gec çıxıram, mən durum fonoqram oxuyanlara sözüm yoxdur, yəni hərə bir cürdür. Amma toyda tamam başqa cürəm mən. Almaz xanım, bu saraylı təxəllüsü neçə ildir götürmüşsünüz? Mən elə sənətə gələndən, bilirsiniz niyə görə? Çünki mən sənətə gələndə 3-4 Almaz müğənni var idi. Bəli, bəli. Özüm atam oralıdır, saraylıdır. O kənddəndir, amma şəhərdə anadan olmuşam. Almaz xanım, ona görə saraylı. Sizə bir təxəllüs keçir ağlımdan, bilmirəm götürərsiniz ya yox. Almaz çılğın olsun da bu gün ləqəbiniz. Çünki çılğın ifadəsiz. Almaz çılğın necədir?
saraylı qalsın da biraz da çılğın kimi Necə tanısınlar. istəyirsiniz? Çaşarlar bir də. Mən düzəldəcəm, nə deyəcəm odur, çılğın. Meydan girdi. Yeni bir müğənni gəlib. Yeni bir müğənni gəldi. Almaz Çoğun. Yaxşı, Sona xanım, xahiş edirəm bu mikrofonu Almaz xanıma təqdim edək. Dəyərli tamaşaçılarımız, yeni bir ifa gəlir kimlə? Almaz Çılğından. Dövdə ifa təqdimat belə olacaq. İndi doğrudan da görəcəklər. Mən təxəllüsü düz vermişəm ya yox. Buyurun. Bir gözəl aşıq mahnısı gəlsin. Nar ağacıyla çiçeği ne kaşayır yar göyçeği. Ay nar ağacıyla çiçeği ne kaşayır yar göyçeği. Yine kumlu sahil, yine serin var. Yine akşam düşüdü neylelikler. Burada sevgilimle neçe il baba bir nar çubuğunu bastırır yere. Nar ağacılar çiçeği ne kaşayır yar göyçeği. Ay nar ağacılar çiçeği bir ulduzdur her şeyi.
Sizi balamay, balamay dadı bir yere akacak. Əzizim günə bax. Beləliklə əziz və dəyərli tamaşaçılarımız, hər həftənin şənbə günü SS Show axşam saat 20:00-da evlərinizin qonağı olacaq. Odur ki, gözünüz və qulağınız bizdə olsun. Beləliklə mən bütün qonaqlarımıza təşəkkür edirəm və bizim bu gözəl müğənnilərimizə müşahidə edən dostlarımıza Rəhman Cəbrailə təşəkkür edirəm. Əjdaha Ramin çox sağ ol, Cavad, Aydın, Məmməd qardaşım var ol, çox sağ olun. Allah sizi var eləsin, əliniz qolunuz var olsun və mən sonda geyimimizə biz təşəkkür etməmişdən öncə bir qonaqlarımız öz fikirlərini, həm də tamaşaçılarla bir sağollaşsın. Sonra yekunda inşallah Nemət Mirzəyevin ifası ilə bitəcək verilişimiz. Buyurun Almaz xanım, sonda fikirlərinizi alaq. Yenə də təşəkkür edirəm sizə, mənə dəvət elədiyiniz üçün. Ruzulu olsun, baxımlıdır. İnşallah bundan sonra baxımlı olur. Ayağımız da yüngüldür. Ruzulu olsun, yenə də deyirəm. Uzun ömürlü olsun, sizlərə də çox sağ olun. Çox sağ olun. Musiqiçilərə çox sağ ol deyirəm. Müğənnilərimizə çox sağ ol deyirəm. Yenə də inşallah görüşərik Allahın köməyi ilə. Çox sağ olun. Sağ olsun Rəhman. Və bir də bütün musiqiçiləri eşq olsun sizə. Sağ olun. Çox sağ olun Almaz xanım. Bizim də Rəhmanla bu gözəl ansambılın işbirliyimiz uğurlu olar inşallah. Buyurun Nemət müəllim. Təşəkkür eləyirəm. Uzun ömürlü olar inşallah, elə axarınca gedir, Allah qoysa. Tamaşaçılarımız bol olsun. Şükür Allaha boldur. Dünya TV-nin rəhbərliyi Ramiz müəllim başda olmaqla bütün kollektivinə, bütün işçilərinə, bütün işçi heyətin hamısına təşəkkür edirik. Salih qardaşım, başda siz olmaq şərti ilə bu gün gözəl ansambl, gözəl ansambl qardaşlarım bugün bizim əziyyətimizi çəkdi. Təşəkkür edirik. Tamaşaçılara çox sağ olun deyirik ki, diqqəti bizdə olsun. Çox sağ olun. Və Anisa xanım, siz də öz sözünüzü deyərdiniz. Çox sağ olun. Çox gözəl bir veriliş idi. Çox zövq aldım. Sizə də uğurlar. Bütün sənətçilərimizə də uğurlar olsun. Allah hamımızın ruzusunu yetirsin inşallah. Amin inşallah. Allah hamıya can sağlığı versin. Təşəkkür edirəm. Gənc müğənnimiz Elsəbər eşitək səni. Çox sağ olun. Vallahi çox xoşuma gəldi. Elə inşallah necə deyim, davamlı olar. Bəli. Biz də sənə Elsəbər uğurlar arzulayırıq. Çox sağ olun, təşəkkür edirik və sonda bizim verilişimizin sponsorlarına təşəkkürümüzü edək. Şəfa İstisu Sağlamlıq Mərkəzinə təşəkkür edirəm. Ünvan Goranboy rayon Goran qəsəbəsi. Var olun dəyərli sponsorlarımız. Bərdə rayonunda yerləşən Arçelik mağazalar şəbəkəsinə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun. Sonra mən bir daha bax bu gözəl geyimimə görə Bərdə şəhərində yerləşən Qorxmaz kişi geyimlərinə təşəkkür edirəm ki, mənə bu gözəl geyimlə dəstəkdilər. Zövqlü geyinmək istəyən bəyləri mən Qorxmaz kişi geyimlərinə dəvət edirəm və orada tamaşaçılarımıza çatdırım ki, həm də Qorxmaz kişi geyimlərində qadın geyimləri də var. Əziz dəyərli xanımlarımız, siz də üst tuta bilərsiniz Qorxmaz kişi qadın geyimlərinə. Və bizim təşkilatı dəstəyimiz bugün bizim dəyərli qardaşımız bizə dəstəkdir. Bax, bu gözəl mebel dəstinə görə Bərdə şəhərində yerləşən Belisa mebel salonuna təşəkkür edirəm. Müdiriyyəti Zaur qardaşımıza təşəkkür edirəm. Dəyərli tamaşaçılarımız, kim öz evladı üçün gözəl mebel əldə etmək istəyirsə, tək bir şəxsiyyət vəsiqəsi ilə yaxınlaşır Belisa mebel salonuna və oradan ürəyiniz istəyən mebelləri əldə edə bilərsiniz. Çox sağ olun, var olun deyirik siz ki, bizə dəstəksiniz. Və sonda mən də saç və makiyajıma görə Afa xanıma dərin təşəkkürümü bildirirəm və nömrəsini səsləndirmək istərdim. 055 769 42 72. Siz də gözəl görünmək istəyirsinizsə, A-Studiya Bay İbrahimova Gözəllik Salonuna məhz Afa xanıma müraciət eləyə bilərsiniz. Təşəkkür. Çox sağ olun. Bütün təşkilatı dəstəklərimizə, sponsorlarımıza təşəkkür edirik və bir daha bizim əziyyətimizi çəkən Rövya xanıma təşəkkür edirəm, var olsun. Dəyərli operatorlarımız, var olun. Səs rejissorumuz Oktay əmi, çox sağ olun. Siz də var olun deyirəm sizlərə. Almaz Çılğın, təşəkkür edirəm sizlərə. Saraylı sözünü mən götürdüm, üzr hesab eləyin. Nemət Mirzəyev təşəkkür edirəm və bizim
Anisa xanıma. Anisa xanıma təşəkkür edirəm və Rusiyadan gələn bizim Gənc əzizimiz istedadlı ifaçı. Elsəvər Kərimov, var ol ki, bizlə bir yerdə oldunuz. Belələ, dəyərli televiziya tamaşaçılarımız, bu günlük bu qədər və hər həftənin şənbə günü 20:00-da görüşənə qədər və hələlik nə deyək? Gecəniz xeyrə qalsın. Nemət Mirzəyevin ifası ilə bitirək. Şəfa İstisu Sağlamlıq Mərkəzi. Siz öz sağlamlığınızı uzun müddət Türkiyədə fəaliyyət göstərmiş baş həkim Şirin İsmailova etibar edə bilərsiniz. Onurğa müayinəsi. Masaj. Ultrasəs dalğaları ilə müalicə. Elektroforez elektrik cəryanı ilə müalicə. Limfodrenaj. Ayaq, bel və qolların qan dövranının bərpası. Traksiya və dartma üsulu ilə onurğada olan protruziya, yırtıqların əməliyyatsız müalicəsi, kükürdlü su vannaların qəbulu, duzlaşma, müxtəlif dəri xəstəlikləri, oynaq ağrıları, saç tökülməsi kimi xəstəliklərin təbii yolla müalicəsi. Mərkəzdə kafe, istirahət otaqları da mövcuddur. Ünvan Goranboy rayonu, Goran qəsəbəsi. Bərdə şəhərində yerləşən Arçelikdən Şok Kompaniya 6 kiloqramlıq 20% enerjiya qənaət edən Arçelik paltar yuyan maşını 499 manata, rəqəmsal və Sputnik tüneri olan 80 ekran Arçelik televizoru cəmi 449 manat. Defrost Arçelik soyuducusu isə cəmi 599 manata. Buradan siz həmçinin digər məişət avadanlıqlarını və ofis mebellərini də əldə edə bilərsiniz. Ünvan Bərdə şəhəri, Üzeyir Əzbəyev küçəsi, Mərkəzi Poliklinikanın yanı, Arçelik mağazası. Əlaqə telefon 050 205 66 58, 050 223 19 59. İlahi belə deyim, İlahi belə deyim, gözəl olar mı? Kim bir qələm çəkən nə gözəl çəkir? Üz-üzəyik, göz-gözə balam, sehirlənmişik, nə mən gözəl çəkirəm, nə gözəl çəkir. Güley gözlüyüm, gözəllikdə bircə sən. Güley gözlüm, gözəllikdə bircə sən. Bu güllükdə bir mən olum, bir də sən. Gül üstündə yar yamaq, bircə sən. Gözünle